Vitaminləri öz başına qəbul etmək zərərlidirmi? Çoxumuz elə düşünürük ki, vitaminlər tamamilə zərərsizdir və ya qismən zərərlidir. Hətta bəzən elə düşünürük ki, vitaminləri nə qədər çox içsək, o qədər daha çox fayda əldə etmiş ola bilərik. Əgər belədirsə, niyə dünyada olan bir sıra insanlar, bir sıra xəstələr vitaminlərin çoxluğu üzündən müəyyən problemlərlə üzləşirlər? Gəlin onu aydınlaşdıraq. Salam dostlar, Doktor Nemo kanalına xoş gəlmişsiniz. Mənim adım Elvindir. Bu kanal vasitəsilə mən sizlərə dərmanlar, onların haqqında həqiqətlər, miflər, müəyyən tibbi analizlər, insan orqanizmi haqqında müxtəlif məlumatlar verəcəm və bacardığım qədər bunları sadə və qısa şəkildə izah edəcəm. Bugünkü videoda isə mən sizlərə vitaminlərin görünməyən tərəfləri haqqında məlumat vermək istəyirəm. Gəlin öncə baxaq görək vitaminlər nədir? Vitamin ad olaraq, söz olaraq vita-amin sözlərinin birləşməsinə yaranan termindir. Latın dilində vita həyat mənasını verir. Amin isə bir birləşmənin belə deyək növüdür ki, bu da əsasən zülalların belə deyək kərpiclərini təşkil edən birləşmələrdir. Bunu sadə dildə desək. Vita-amin, yəni vitamin birləşməsi həyat amini mənasını verir. Təbii ki, sonradan aparılan tədqiqatlar və aşkar olunan vitaminlər hamısı amin birləşmələrə, amin turşulara aid olmadığından və digər birləşmələrə aid olduğu məlum olmuşdur. Sadəcə olaraq onun adı vitamin kimi qalmışdır. Vitaminin funksiyası nədir? Bunu belə izah edək. Vitaminlər orqanizmdə fizioloji, biokimyəvi reaksiyaların həyata keçirilməsində iştirak edən, həmçinin də inkişaf etməkdə olan orqanizmin inkişafının normal həyata keçirilməsinin təmin olunmasında iştirak edən vacib mürəkkəb üzvü birləşmələrdir. Vitaminlər qida rasionumuzun əsas və əvəzolunmaz elementlərindən hesab olunur. Bəs vitaminlər həqiqətən hər zaman faydalı hesab olunur. Az öncə bildirdiyim kimi, vitaminlər orqanizm üçün əvəzolunmaz birləşmələrdən hesab olunsa da, bu o demək deyil ki, biz vitaminləri istədiyimiz qədər, istədiyimiz vaxt qəbul edə bilərik. Təbii ki, olmaz. Çünki hər bir vitaminin də hər bir şeydə olduğu kimi vitaminin özünün də bəlli bir dozası var. Onu qəbul etmək müddəti var. Eyni zamanda orqanizm üçün qəbul olunmuş bir norması vardır ki, bu normada normal həyati fizioloji, biokimyəvi fəaliyyətin həyata keçməsi üçün qəbul olunmuş bir interval hesab olunur. Hər vitaminin artıqlığı orqanizmdə müəyyən simptomlarla müşahidə olunan hipervitaminoz adlanan patoloji hala gətirib çıxarır. Vitaminlərin artıqlığı faydalı deyil. Vitaminlərin artıqlığı risk sayılır. Sağlamlığımız üçün bir risk sayılır. Vitaminlərin normada artıq qəbul olunmasının nəticəsində baş verən bu hipervitaminoz halı ki var, bu özü də kəskin və xronik halda ola bilər. Kəskin hipervitaminoz, yəni belə deyək, biz vitamini bir dəfəlik yüksək dozada qəbul etdiyimiz zaman bu hal ortaya çıxır və kəskin əlamətlərlə özünü göstərir. Amma xroniki hipervitaminoz halı isə elə uzun müddət az-az da olsa norma həddini aşaraq qəbul olunan vitaminlərin təsiri fonunda ortaya çıxır. Hər ikisi də təbii ki, orqanizm üçün fəsadlara gətirib çıxarır. Əhali arasında aparılan araşdırmalar və kliniki müşahidələr nəticəsində əhali arasında ən çox rast gəlinən hipervitaminoz halı yağda həll ola bilən əsasən də A və D vitaminləridir. Ələxüsusda burada D vitamininə toxunmaq daha doğru olardı. Keçən əsrin 70-ci illərində aparılan tədqiqatlar nəticəsində müəyyən olundu ki, D vitamini daha çox bildiyimizdən daha artıq funksiyaların həyata keçirilməsində iştirak edir. Yəni biz bir zamanlar vitamin D-ni sadəcə uşaqlara raxit xəstəliyinin yaranmasının qarşısını almaq üçün önləyici tədbir olaraq uşaqlara təyin edirdilərsə, sonrakı araşdırmalardan, yəni keçən əsrin 70-ci illərindən bəri bu günə qədər aparılan araşdırmalardan bir çox yeni məlumatlar ortaya çıxdı və məlum oldu ki, əslində vitamin D orqanizm üçün kifayət qədər vacib
bir vitamin hesab olunur. Hətta bəzi tədqiqatçılar onu artıq vitamin deyil, hətta hormon kimi də təqdim edirlər. Hormonlar da nədir? Biz bu haqda da başqa bir videoda izah edərik. Qısaca deyim ki, orqanizmdə tənzimləyici funksiyaları yerinə yetirən aktiv maddələr hesab olunurlar. Vitamin D-nin belə deyək, aşkar bu yeni məlumatlardan bəlli oldu ki, əslində tək kalsiumun orqanizmdə sorulması üçün deyil, eyni zamanda ürək-damar fəaliyyətinin yaxşılaşmasında, immun sistemin fəaliyyətinin daha yaxşı olmasına, hətta bəzi tədqiqatçılar da xərçəng önləyici tədbir kimi vitamin D-nin faydalı olduğunu qənaətinə gəlmişdilər. Dediyimiz kimi bu vitaminlərin hər biri haqqında, tək vitamin D deyil, hər biri haqqında ətraflı, geniş məlumat verə bilərik. Verəcəyik də sadəcə bu ayrı bir videoların mövzusudur. Bugünkü videoda isə mən qısaca olaraq hipervitaminoz haqqında məlumat verməyə çalışacağam. Hər bir vitaminin orqanizmdə çoxluğu, istər kəskin, istər xroniki olsun, artıqlığı nəticəsində müxtəlif simptomlarla üzə çıxır. Məsələn, A vitamininin ən çox yayılmışlardan biri deyək də, A vitamininin hipervitaminozu zamanı orqanizmdə belə deyək, qaşınma, üzün qızarması, sonra sinir oyanıqlığı və ya uzun müddət bunun hipervitaminozu nəticəsində, xüsusən də xroniklərdə müşahidə olunur, saç tökülməsi ilə əlamətləri görünür və dərinin quruluğu, hətta keratozlaşmasına qədər gətirib çıxara bilir. D vitaminin artıqlığı isə tamam ayrı bir şəkildə özünü göstərir. D vitamini əsas birinci bildiyimiz funksiyalardan biri odur ki, orqanizmdə nazik bağırsaqdan qidanın tərkibində olan kalsiumun sorulmasına iştirak edir və onun daha çox sorulmasını təmin edir və bu da orqanizm kalsiumla təmin olunmasına gətirib çıxarır. İndi vitamin D-nin hipervitaminozu zamanı biz gördüyümüz əlamət də əsasən qanda kalsiumun artmasıdır. Kalsiumun artması da ayrı bir fəsada gətirib çıxarır. Kalsiumun çoxluğu nəticəsində orqanizmdə bunu çıxarmaq kimi tədbirlər ortaya çıxır və bu börək vasitəsilə həyata keçirilir və yük börəyin üzərinə düşür. Və nəticədə börəkdə işləmə olduğuna görə burada kalsiumun çökməsi, kalsium tərkibli daşların əmələ gəlməsinə səbəb ola bilir. Qan dövranında kalsiumun artması nəticəsində onun daxili orqanlara, xüsusən də damarlara, əsasda arterial damarlara, sonra ürəyə, ağciyərə, böbrəklərə çökməsi müşahidə olunur ki, bu da həmin orqanların əhəngləşməsinə və yaxud da belə deyək, daşlaşmasına gətirib çıxarır və bu prosesin adı kalsinasiyadır. Həmçinin də qanda kalsiumun çox olması, biz bilirik ki, kalsium sümük toxumasına vacib lazım olan elementlərdən biri, hətta onun skeletini belə deyək, strukturunun formalaşmasında iştirak edir. Amma burada bir paradoks effekti yaranır. Kalsium nə qədər çox olsa da sümük toxuması ondan istifadə edə bilmir. Nəticədə onun minerallaşması pozulur. Kalsium lazımı qədər götürə bilmir. Onun sümüklərin minerallaşması pozulduğuna görə bu müəyyən müddətdən sonra hətta spontan, yəni öz-özünə sümüklərin sınmasına gətirib çıxarır ki, bu da osteoporozdur adlanır. Osteoporoz təbii ki, tək vitamin D artıqlığında deyil, daha çox əskinlikdə müşahidə olunur. Amma bu paradoks effektinə görə vitaminin artıqlığı nəticəsində də, xüsusən xronik vitamin D artıqlığı nəticəsində müşahidə etmək mümkündür. Bunlar hər biri haqqında geniş danışmaq olar. Təbii ki, bunlar sonraki videoların mövzusudur. Vitaminlərin qəbulunda, yəni əsas məsələ, antibiotiklər videosunda da izah etdiyim kimi, əsas məsələ orada dozaya riayət etməkdir və həmçində nəzarətli formada, yəni nəzarətsiz olmaz. Vitamini bu şəkildə qəbul etmək lazımdır. Bəs bütün bu hallar necə baş verir? Daha çox vitaminlərin əskiliyini müşahidə etmiş olsaq da, müəyyən hallarda, xüsusən də son illərdə vitamin D-nin həddən çox qəbul olması nəticəsində biz onu daha çox hipervitaminozunu görmüş oluruq. Demək, burada əsas məsələ birinci növbədə nəzarətsiz formada artıq şəkildə istifadə etməyimizdir. Bugünkü gündə hamı üçün əlçatandır. İstənilən aptekə yaxınlaşıb vitaminləri əldə edə bilirik və yaxud da onlayn marketlərdən qida əlavəsi şəklində olan vitaminləri rahatlıqla əldə edə bilirik və onları öz başına qəbul edirik. Bəzən onların üzərinə oxumadan, qəbul qaydasına riayət etmədən
onların qəbul edirik və nəticədə hipervitaminoz halı ilə qarşılaşırıq. Sosial şəbəkələrin bu qədər aktiv olması, insanların hamısı sosial şəbəkədən demək olar istifadə edir və orada ola bilər ki, şəxsi maraqdan, maddi maraqdan müəyyən şirkətlər, müəyyən şəxslər özləri vitaminlərin haqqında çox təəssüflər olsun ki, əsassız məlumatlar verirlər, əsassız məsləhətlər verirlər bir çox hallarda və bu şəkildə sadə danışdıqlarına görə yəqin ki, daha çox bu şəkildə insanlara manipulyasiya edirlər. Sağlamlıq da bilirsiniz ki, emosional bir mövzudur. Hər kəsə rahatlıqla təsir etmək olur. Və bu məlumatlarla o insanlar gedirlər, həmin vitaminləri əldə edirlər. Yenə də yəni mütəxəssis məsləhəti olmadan qəbul etdiklərinə görə hipervitaminozla qarşılaşırıq. Həmçinin də bizdə geniş yayılmış bir düşüncə ki var. Qonşudan qalma geri misalına görə başqası içirsə qoy mən də içim. Bu şəkildə də hipervitaminoz halları yaranır. Həmçinin laboratoriyalarda da xəstələrin analiz edərkən laborator nəticələrdə biz düzü daha çox yenə də əskiliyi müşahidə etsək də son zamanlar daha çox vitamin artıqlığını müşahidə edə bilirik. Burada mineral disbalansını görə bilirik. Həmçinin bunların fonunda da qaraciyər, böbreyin disfunksiyasını görə bilirik. Bəs bu mövzuda doğru yanaşma nədir? Öncə biz vitamin qəbul etmək istəyiriksə, vitamin analizi verməliyik. Analiz nəticəsində əgər əskillik müşahidə olunursa, yəni normadan aşağıdırsa göstəricimiz, bu zaman ona uyğun doza təyin olunmalıdır və müddət təyin olunmalıdır. Bu doza müddət qəbul olunduqdan sonra təkrar analiz vermək tövsiyə olunur ki, o normaya qalxıbmı, qalxmayıbmı? Yəni bunu aşkar etmək lazımdır və ona uyğun tədbir görmək lazımdır. Təbii ki, bütün bunları ixtisaslaşmış həkim mütəxəssislərin nəzarəti altında həyata keçiririk və ya onların məsləhəti ilə bunları qəbul edə bilərik. Videodan belə nəticəyə gəlirik ki, vitaminlər orqanizm üçün olduqca vacib. Əvəz olunmaz maddələr olsa da, onun qəbulunun özündə də müəyyən bir qədər, müəyyən bir müddət, doza mütləq şəkildə nəzərə alınmalıdır. Təbii ki, nəzarət də öz yerində. Bugünkü videomuz bu qədər. Mövzu sizin xoşunuza gəldisə, kanala abunə olmağınızı, şərh bildirməyinizi, like qoymanızı istərdim. Mövzu haqqında nəsə fikirləriniz varsa şərh bölməsinə dediyim kimi yaza bilərsiniz. İndi isə bu qədər. Sağ olun, sağlam olun hər zaman.